Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Kanalımda hər birinizi xoş gördük. Bugünkü videomda sizin üçün ən sevdiyim peçenya reseptini paylaşacağım. Hazırlaması çox asandır. Dadı da həqiqətən də doyulmazdır. Çox möhtəşəm bir reseptdir. Mütləq videomu sonadək izləyin, keçək hazırlanmasına. Şirniyyatımızın xəmiri üçün bizə 500 qram un lazımdır. 500 qram un hər zaman videolarımda istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 4 stəkandan 1 yemək qaşığı əski un eləyir. 4 stəkan unu götürürsünüz və üzərindən 1 yemək qaşığı dolu unu götürüb bir kənara qoyursunuz. Qalan unu isə istifadə edirsiniz. 150 qram kərə yağını da buzluqdan yox, sadəcə soyuducudan çıxarın, soyuq halda, yəni bərk halda istifadə etmək lazımdır. Və una batıraraq sürtkəcin iri gözündən keçirdirik və keçirdikdən sonra unla yağı əlimizlə ovaraq yaxşı-yaxşı ovub umaç halına gətiririk. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər videolarımı bəyənirsinizsə, yaxınlarınızla da paylaşın, WhatsApp statuslarınızda paylaşa bilərsiniz, sosial şəbəkələrinizdə videolarımızın linklərini paylaşa bilərsiniz və bununla da kanalımızın böyüməsində, videolarımızın çox insanlar tərəfindən izlənməsində mənə çox böyük dəstək olmuş olarsınız. Dəstək olan hər kəsdən də Allah razı olsun. Hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Umacı hazırladıqdan sonra üzərinə 2 yemək qaşığı şəkər tozu, 1 paket vanil, yarım çay qaşığı soda, 1 çimdik duz və 150 qram xama əlavə edirik. Üzərinə 1 ədəd də ağlı sarlı yumurta əlavə edib, əvvəlcə bunları biraz qarışdırırıq. Xamadır, yumurtadır, sodadır, vanil, bunlar hamısı qarışsın. Daha sonra isə artıq başlayıram xəmirimi əllə yoğurmağa. Ələ yapışmayan yumuşaq bir xəmir olur. Qeyd edim ki, bu xəmir üçün qeyd etdiyim kimi 150 qram soyuq kərə yağı və 150 qram xama. Yəni hər ikisi həm yağdır, həm xamadır. Hər ikisi çalışın ki, soyuducudan çıxardılmış, yəni soyuq halda istifadə edin. Xamadır, yağdır, mütləq soyuq halda istifadə olunmalıdır. Və gördüyünüz kimi xəmirimi yoğururam. Əvvəlcə toparladım, sonra xəmiri yoğurdum. Artıq xəmir hazırdır. Yumuşaq, ələ yapışmayan bir xəmir olur. Xəmiri bir salafana yerləşdirirəm və soyuducunun buzluq olmayan adi gözündə 30 dəqiqə, yəni yarım saat müddətində xəmiri gözlədirəm. Mütləqdir ki, xəmiri 30 dəqiqə gözlədəsiz. Yarım saat keçdikdən sonra xəmiri soyuducudan götürürəm və gördüyünüz kimi əlimlə biraz da yoğurmuş kimi uzunsov şəklə gətirirəm. Daha sonra isə eyni bərabərdə olmaqla xəmiri 3 hissəyə bölürəm. Və bunları kündələyirəm. Kündələdikdən sonra üzərinə bir salafan örtüb, masanın üzərində bir 10 dəqiqə gözlədirəm. 10 dəqiqə keçdikdən sonra artıq bir-bir götürüb, yayıb başlayıram hazırlamağa. Hazırlanması çox asandır. İllər öncə də mən bu şirniyyatı hazırlayıb sizlə paylaşmışdım. Hardasa bir 4 il, 5 il öncə də paylaşmışdım. İnanın ki, şəxsən özümün də çox sevdiyim bir şirniyyat növüdür. O qədər dadlı, o qədər ləzzətli alınır ki. Ona görə sizə də məsləhət görürəm ki, heç olmasa bir dəfə hazırlayın. Bilirəm ki, sevdiyiniz reseptlərdən biri olacaq. Və 10 dəqiqə kündələr dinləndikdən sonra bir-bir götürürük. Çox un səpməyə ehtiyac yoxdur burada. Aşırı un səpməyə lazım deyil. Sadəcə az üzərinə və altına un səpirəm və gördüyünüz kimi düzbucaqlı formasında xəmiri yayıram. Xəmiri yayarkən incə bir şəkildə yaymaq lazımdır. Çünki rulet kimi qatlandığına görə çox qalın olmasın. İncə bir şəkildə yayıram və içlik olaraq da bu şirniyyatın içliyi sırf qaynanmış, qatlaşdırılmış südlə hazırlanır. Yəni məhz bunun ləzzətli, dadlı alınması da qatlaşdırılmış südlə hazırlanmasıdır. Və gördüyünüz kimi incə şəkildə xəmiri yaydım. Yaydıqdan sonra hər bir kündənin içərisinə 3 yemək qaşığı dolu qaynanmış, qatlaşdırılmış süd istifadə edirik. Yəni artıq nə də əski istifadə etmirsiniz. 3 yemək qaşığı dolu qaynanmış, qatlaşdırılmış süddən istifadə edirik. Və hər tərəfinə gördüyünüz şəkildə qəşəng yayırıq. Eyni bərabərdə olmaqla. Yaydıqdan sonra rulet şəklində bükürük. Baxın, səliqəli şəkildə bu cür bükdükdən sonra və artıq baxın belə rolon şəklində gətirirəm və amma bu hissələri mütləq bərkitmək lazımdır. Xəmirin bu hissəsini 2 barmaqla çimdikləyərək bükürsüz və bu hissə qalır alt hissədə
Belə birini büküb bir kənara yerləşdiririk, keçirik digər ikinci kündəni yaymağa. Ümumilikdə 3 kündədir. 2 kündəni belə yayaraq içlikdən əlavə edib bükürük. Digər 3-cü kündəni isə yayıb kəsirik. Onu da altlıq düzəldirik. Sanki armudu stəkandır. Məsələn, onun nəlbəkisini düzəldirik. Belə bir şəkildə. İndi özünüz sonda görəcəksiniz. Bu artıq ikinci kündəmizdir. Yenə də bunun da içərisinə 3 yemək qaşığı dolu içlikdən əlavə edirəm. Hər tərəfinə yayıram və bükürəm. Bir banka qaynanmış qatlaşdırılmış süd götürmüşdüm, amma təbii ki, hamısını istifadə etmədim. 6 yemək qaşığı istifadə etdim. Hər bir kündənin arasına 3 yemək qaşığı olmaqla. Və belə gördüyünüz kimi digər ikinci kündən də yenə də bu hissəni mütləq bərkitmək lazımdır. Bu hissə alt hissədə qalır. Bunları da bir kənara qoyuruq. Və 3-cü kündəni burada yenə incə şəkildə yaydım. 3-cü kündəni yaydıqdan sonra eni 5 sm olan peçenyer kəsən fiqurla xəmirlərdən kəsib və kənara qoyuruq. Bu artıq qalan xəmiri də təbii ki, kündələyib, sonda bunu da içərisinə qatlaşdırılmış süd əlavə edib, büküb, yəni bişirə bilərsiniz. Qətiyyən israf etməyin. Və gördüyünüz kimi xəmirdən 2 barmaq enində olmaqla kəsirik kətə kəsən fiqurlu bıçaqla və hər birinin də alt hissəsinə bu xəmirdən yerləşdiririk ki, alt hissədən bişərkən qatlaşdırılmış süd süzülüb axmasın. Həm də ki, görünüş olaraq da çox gözəl bir görünüşü olur. 2 ruletin ikisini də bu üsulla 2 barmaq enində kəsirik, alt hissəsinə xəmirdən yerləşdiririk və şiş çöp vasitəsilə də üzərindən biraz belə xəmirləri düzəliş edib məsafəli şəkildə listimizə düzürük. Amma mən burada bir şey unutdum. Sobaya verməmişdən öncə mütləq listə düzdükdən sonra bir yumurta sarısına 1 çay qaşığı duru yağ qarışdırın yaxşı-yaxşı və xəmirin kənarlarına mütləq çəkmək lazımdır ki, bişəndə qəşəng qıpqırmızı qızarır. Mən tamamilə unutdum yumurta çəkməyi. Sobaya yerləşdirdikdən sonra yadıma düşdü ki, yumurta çəkməmişəm. Sonradan sobanı açdım, yumurtanın sarısını kənarlarına çəkdim. Yəni sonradan çəkməyimə görə, ona görə üzəri kənar hissələri qızarmadı. Ona görə mütləq bunu çalışın. Sobaya yerləşdirməmişdən öncə siz də mənim kimi unutmayın. Yumurta sarısı çəkin xəmirin kənarlarına, daha sonra isə sobaya yerləşdirin. Onda inanın ki, kənar hissələri o qədər qəşəng qıpqırmızı xına kimi qızarır. Amma yaş öz sözün deyir. Həqiqətən də son zamanlar çox yaddaşım demək olar ki, yəni çox zəifləyib. Tamamilə unutmuşam yumurta çəkməyi. Sonradan çəkdim, bu da fayda vermədi. Sonradan çəkdiyimə görə görürsünüz, kənarları məndə qəşəng qızarmadı, sadəcə saraldı qaldı. Amma siz unutmayın, yumurta sarısı çəkin, çox qəşəng olacaq. Amma buna baxmayaraq, inanın, o qədər dadlıdır, o qədər ləzzətlidir. Qeyd etdiyim kimi, yəni şəxsən özümün çox sevdiyi bir şirniyyat növüdür. Çox ləzzətli alınır da. Yəni içərisi qəşəng yumşaq, dadlı, ləzzətli, möhtəşəm bir şirniyyatdır. Hətta siz istəsəniz bu qatlaşdırılmış südü üzərinə çəkdikdən sonra doğranmış qoz ləpəsi də üzərinə çəkib, daha sonra büküb kəsə bilərsiniz. Amma yəni qoz ləpəsi olsa da, olmasa da elə bu qatlaşdırılmış südlə çox dadlı olur. Tam qalsın, soysun. Tam soyduqdan sonra artıq süfrəyə verib nuş edə bilərsiniz. Bilirəm ki, 100% bəyənəcəksiniz. Çünki həqiqətən də çox gözəl bir reseptdir. Baxın, bıçaqla da kəsib iç görünüşünü sizə göstərirəm. Ləzzətlidir, dadlıdır. Mütləq videonu yaddaşa verin, hazırlayın, sizlər də nuş edin. Göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Allah'a əmanət olun.